Sosial şəbəkələrdə müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadənin skuteri təhlükəli şəkildə idarə etməsini əks etdirən görüntülər araşdırılıb. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Fəxrəddin Musazadə polis orqanına dəvət olunmaqla barəsində İnzibati Xətalar Məcəlləsinin 338.4.1.8-ci maddəsinə uyğun cərimə tətbiq edilməklə profilaktiki söhbət aparılıb.